İzləyicilər, hal-hazırda bax qazimiz Rüfət sağ olsun bizi vasitəsilə gətirdi. Bayraqlarımız ana. 17 dənə Rüfət bayraq var burada. Bunun 10 dənəsini mətləbə alıb. 4 dənəsini bizim doktorumuz, göz doktoru var, Vəfa doktoru, o alıb. 3 dənəsini də Elnur Sübiyəsə hədiyyə elədi. Allah şəhidlərimizi rəhmət eləsin. Bundan sonra biz bunu bir status olaraq, bir nə bilim, missiya olaraq həyata keçirdəcəyik. Bütün hər yerdə. Biləsuvarın kəndləri, rayonun özündə nə qədər şəhidlərimizin bayraqları var, borcumuzdur. Torpaq üzərində gəziriksə, torpaq altında yatan qəhrəman şəhidlərin bayraqları dəyişilməlidir. Onlar oğul verib də Rüfət. Biz də bir bayraq 5 manat salam. Nə var ki onu dəyişmə? Demir ki, dəyişə bilmir. 6 ildir də dəyişirlər. Biz də bundan missiyanı götürdük. Allah şəhidlərimizi rəhmət eləsin. Bunda ümumiyyətlə kimin ki əli var, Allah hər birinin kömək olsun, Allah ciblərinə bərəkət versin. Çox sağ olun Musa sən də. Təşəkkür. Qardaş sən də var ol. Qarşında baş əyirəm, başımın içinə dönmüm. Öpürəm. Gedirsən də yəqin sən. Hə, mən gedirəm. Oldu, sağ ol, var ol. Bizim bu qazı qardaşımızın başımın içinə dönərəm. O da bir daha de, Allah şəhidlərimizin ruhunu şad eləsin. Getdik o Şirxan da gəlsin, Şirxanı gözləyirik. Şirxan gələndən sonra keçirik içəri bayraqları dəyişmək. Getdiyim Mən niyə qallam da? O buradakı Kənan da bizə kəlbətindən dəstək oldu. Sağ olsun Kənan. Var olsun. Allah köməkləri olsun. O da bizim balaca qızımızdır. Görsən, bir seçiyoruz. Aksaqqal Allah köməyini. Sağ ol. Allah peşəkləri. Amin. 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 Borcumuzdur. Var olun. Bəli. Bax bunlar da burada. Hamısı balamızdır. Bəli, bax Aksaqqal da deyir ki, borcumuzdur. Torpaq üzərində gəziriksə, onlara qoy. Onların sağ eləsin Allah. Ölənlərimizi, bütün ölənlərimizi, şəhidlər də onların içərisində Allah Rəhmət etsin. Qızım Allah şəhidlərimizi, qazilərimizi Allah Can sağ olun. Can sağlığı. ay sağ ol, var olasın. Təşəkkür.